Mən sizə desəm ki, siz 40.000 manat civarında, dəqiq rəqəmi deyirəm, 39.900 manat civarında və ən təhlükəsiz avtomobillərdən birini ala bilərsiniz. Bu sizə hansı sualı yaradacaq? Doğrudan belədir. Bəli, doğrudan da belədir. Siz 39.900 manata dünyanın 2025-ci il üçün ən təhlükəsiz avtomobillərindən birini ala bilərsiniz. Geely Galaxy L6. Bu avtomobil 2023-cü ildə təqdim olunub və bu onun restyling versiyasıdır. Yəni 2023-cü ildən sonra 2 il sonra bu avtomobili restyle ediblər. Mən bu avtomobilin belə kamuflaj olunmuş versiyasını görmüşdüm 2023-cü ildə. Zaman keçdikcə məlum olur ki, Galaxy L6 Euro NCAP testlərində 5 ulduzdan 5'ini də alır. Çünki Geely artıq uzun illərdir ki, əsas investisiyanı hansı tərəfə qoyur? Əsas təhlükəsizlikdir məsələsinə qoyur. Bununla bağlı Geely özünün Ağ kitabını dərc edəcək. Ağ kitabda bütün təhlükəsizlik standartları, intellektual avtomobillərdə olan bütün təhlükəsizlik standartlarından bəhs ediləcək. Yəni Geely şirkəti özünün təhlükəsizliklə bağlı hansı patentləri varsa, onu digər istehsalçılarla da bölüşəcək. Bu çox böyük bir addımdır, çünki həmin o patenti almaq üçün milyonlarla dollar investisiya cəlb ediblər. Nəysə, qayıdaq öz avtomobilimizə. Qarşınızda 39.900 manata əldə edə biləcəyiniz Geely Galaxy L6 yerləşir. Galaxy seriyası, Geely'nin Galaxy seriyası plug-in hibridlərdir. Burada SUV-lər də var, sedanlar da var. Ona görə biz hələlik sedandan başlayırıq və avtomobilin ilk olaraq ön dizayn hissəsində radiator barmağının olmadığını görmüş oluruq. Burada bir dənə balaca kamera var və əsas kapot altında olan prosesləri soyutmaq üçün hava çəkiciləri məhz burada yerləşdirilib. Qarşıda ön LED fənərlərdir. Bu işıqlar hamısı LED-dir və müasir texnoloji nə tələblər varsa onlara cavab verən bir şeydir və Geely'nin yeni bir logosudur. Bu alüminiumdan hazırlanıb və kapotun üstündə yerləşdirilib. Galaxy adı olduğuna görə mən onların yerinə olsaydım nə edərdim? Bunu daha çox LED işıqdan hazırlayardım və bu hissədə dəmirin içərisinə yerləşdirərdim. Həmçinin bax burada oynayan LED işıqlarla ulduzların sürət yığdığı zaman maşının qarşısında belə ulduzlar sanki qaçırmış kimi bir vizual əlavə edərdim. Bəlkə də ağıllarına gəlib, bəlkə də sonra edəcəklər. Amma ön hissədə həm burada LED işıqlar, həm burada LED işıqlar, burada da gündüz LED hərəkət fənərləri var ki, avtomobil ön hissədən çox yaxşı görünür. Avtomobilə yandan baxanda əvvəlki, yəni 2023-cü il versiyasından ölçülərinə görə o qədər də fərqlənmir. Yəni adi sedan ölçülərindədir. Amma iki rəngli olması təbii ki, diqqətimizi cəlb edir. Həm bu rəng, həm də üzərində qara rəngin olması. Üstəgəl damı isə tamamilə panorama şüşədən ibarətdir. Yəni avtomobilin luku yoxdur. Əvvəllər bu avtomobillərdə 18'lik təkərlərdən istifadə olunurdu ki 2023-cü il versiyasında 18'lik idi və burada da 18'lik təkərlərdir. Amma daha çox üstünlüyü 16'lıq və 17'lik təkərlərə verirlər. Amma 18'lik də üzərində tapa bilərsiniz və istifadə edə bilərsiniz. Kimə, necə, rahatdır. Arxa hissəsinin dizaynı isə mənim çox xoşuma gəldi. Yəni avtomobildə əsas xoşumuza gələn hissələrdən biri məhz onun arxa hissəsidir və kosmik elementlərin və kosmik gəminin dizaynına bənzədirlər. Tam qırmızı xətt LED işıq, L6 yazısı, burada da LED fənərlər. Hər biri avtomobilin müasir dizaynda olmasına işarə verir. Bu avtomobil xatırladıram ki, Çində çox məşhurdur və Geely bu avtomobillərə çox böyük ümid bəsləyir. İndi isə Euro NCAP-ı keçəndən sonra bu avtomobil artıq eksport avtomobilinə də çevrilib. Bagaj hissəsində, bax burada hissədə bir dənə düyməni yerləşdiriblər və qapı belə sadə üsulla açılır və biz sedanlarda gördüyümüz ölçüdə bir böyük bagaj hissəmiz də var. Ehtiyat təkəri isə yoxdur. Bağlamaq lazım olanda yenə də düyməni vururuq. Avtomatik olaraq qapı bağlanır. İndi isə sual.
Hələ avtomobilin içərisinə keçməmişik. Bütün bunların olan 39.900-də olan yeni sıfırdan hansı avtomobili tanıyırsınız? Beləliklə bildiyimiz kimi artıq bu avtomobil plug-in hibriddir. Deməli bunda iki güc var. Bir mühərrikin gücüdür, turbo mühərrikin gücüdür. İkincisi elektrik gücüdür. 1,5 litrlik turbo mühərrikdir. Üstəgəl 218 at güclü elektromotoru da var. Bütün bunların cəmi 300-dən bir qədər çox at gücünün olması deməkdir. Bu avtomobillə isə tam yükləmədə və tam benzin çəni ilə 1370 kilometr məsafə qət eləmək olar. Avtomobilə əyləşəndə sadə sedanlardan fərqli olaraq arxa hissənin geniş olduğunu görəcəksiniz. Burada həmçinin baş məsafəsi də kifayət qədər böyükdür. Nəyin hesabına? Damı tam panorama şüşə etmə hesabına ki, avtomobilin panorama şüşəsi üçün də ayrıca bir çuxol da var. Əyləşdiyimiz zaman ön oturacaqla ayaq məsafəsində görmüş olursunuz. Oturacaqda süni dəri və alkantara dəridən istifadə olunub. Burada da bir dənə qəşəng dirsək altı var, 2 nəfərlik enli. Burada bu avtomobil orta segment avtomobil olsa da, amma müəyyən elementləri var ki, bizi bir qədər yuxarı segmentə dartıb aparır. Çünki bunu avtomobili ön panelində nələr var, onu deyəndə də mən sizə izah edəcəm. Həmçinin telefonumuzu qoymaq üçün bir dənə balaca bir cib var və USB-A yükləmək üçün sadəcə bir başlıq var. Arxa cibləri dəri yenə əvəzləyicisi ediblər. Yəni sadəcə o Avropalılar kimi tordan istifadə etməyiblər. Sanki bu avtomobil başqa bir segmentə uyğun gəlməliymiş. Yəni bunu hansısa formada bizim üçün daha uyğun qiymətə eləyiblər. Bu işıqlar da LED-dir. Buradan balaca kiçik mikrofon var. Yəqin ki, Bluetooth-la danışanda olacaq və bir dənə də səs gücləndirici var. Təsəvvür edin ki, avtomobildə hətta LED işıqlandırma da var. Söhbət atmosfer işıqlandırmasından gedir. Deməli, gördüyüm ən yaxşı əllərdən biri, telefonu götürdün və bu cibə qoydun, simsiz şarj etmək üçündür. Tank burada yerləşdi. Bu həm də bir kiçik bir dolaba çevrilir. Həmçinin burada da bir dolab var və bu onun bu arada açarlarıdır. Belə bir qəribə açarları var. Üstəgəl bunu da belə bağlayırsan. Ön alətlər paneli, yəni mərkəz konsol tamamilə fərqlidir və bu konsol bir qədər başqa funksionallıqlar verir. Yəni təkrar edirəm, qiyməti həmişə təkrar eləyəcəm. 39.900-ə bu tipdə bu funksionallıqla avtomobil çətin tapasınız. Mərkəzi konsol sistemindən başqa məni təəccübləndirən digər məqam bax bu gün əleyhinə olan sistemdir. Sistem deyə bilərik. Niyə görə? Bura şəffafdır. Adətən biz avtomobilimizdə bunu aşağı salırıq, bura görsənmir. Biz bunu tank qaldırır yuxarı ki, yolu görək. Burada isə şəffaf olduğuna görə biz yolu görə bilirik. Bəs güzgünü hara yerləşdiriblər və hoppa, güzgünü də bura yerləşdiriblər. Bu superdir. Bu avtomobilin qırmızı rəngi çox yaxşı olar. Sarı rəngi qəşəng görsənər. Bir də qara rəngi əla görsənər. Bu rəngi də pisdir, amma mən öz zövqümü dilə gətirdim. Növbəti etap sükandır. Çox müasir bir sükandır. Bu arada ağıllı, intellektual bir avtomobil hesab olunduğuna görə zolaqda saxlama, zolaqdan çıxmanın qarşısını almaq, qəfil tormozlama, hadisənin qarşısını almaq hər biri bu avtomobildə cəmləşib. Digər bir məqam, məni özünə cəlb edən məqam isə məhz bu mərkəzi alətlər paneli və LED işıqların, yəni atmosfer işıqlarının burada dizaynıdır. Sanki bir raketin, Starship'in və ya hər hansı bir raketin uçuş panelinə bənzəyir. Hətta buradakı biz atmosfer işıqlandırmasını ki, buradan bir rəngini dəyişdirə bilirik. Məsələn, yaşıl qoya bilərik, bənövşəyi qoya bilərik və ya qırmızı qoya bilərik. Sözüm onda deyil. Onu deyim ki, yəni bu plug-in hibrid olduğuna görə elektrik bataryasının doldurulması da var. Sırf elektrikdə də hərəkət edə bilərsiniz. Sırf elektrikdə bu 110 kilometrə yaxın məsafədir, amma qarışıq siklda siz 1370 kilometr məsafə qət edəcəksiniz. Mənim ən çox xoşuma gələn şeylərdən biri, burada hər hansı bir düymə falan da görmürsünüz. Start-stop düyməsi yoxdur. Sadəcə D-ni basırıq və hərəkətimizə davam edirik. Yəni, sadəcə D-ni bastın və ya R-i bastın, arxaya getdin. Və növbəti məqam arxa kamera və 360 dərəcə kameranın olmasıdır. Kamera keyfiyyəti kifayət qədər yaxşıdır. İndi mən kameranı dəyişirəm və ətrafda nələr var, onları rahat formada görmüş oluruq. Sükanı çeviririk və kameranın görünüşü dəyişdikcə oxlar da bizə
Kömək oxların da forması dəyişir. Yəni bu bizə imkan verir ki, daha rahat formada avtomobilimizi park edək. Müasir elementlərlə zəngindir və düşünürəm ki, hal-hazırda bu qiymətə ən uyğun model avtomobildir. İndi isə gəlin bunu biraz sürək. Bu arada kameranın 360 dərəcədir, 540 dərəcədir kamerası və park radar, ətrafda olan təhlükəni hiss etmə və onlara qarşı reaksiyası da çox yaxşıdır. Deməli, bu avtomobilə baxanlar əsasən birinci dizaynda görəndə ön hissədən onun Coolray-ə bənzədiyini düşünə bilərlər. Çünki təzə Coolray-də də belədir. Biz nahamarlığı çox yumşaq keçdik. Təbii ki, bu yumşaqlıq premium klass avtomobil səviyyəsində deyil. Sual verə bilərsiniz ki, Geely Emgrandla müqayisə oluna bilərmi? Geely Emgranddan daha bahadır bu avtomobil, amma funksionallığı ondan daha çoxdur. Ayrı-ayrı kateqoriya, ayrı-ayrı çəki kateqoriyası və ayrı-ayrı məqsədlər üçündür. Geely Emgrandın dizaynı biraz belə fərqli bir dizayndadır və yerə gəlmişkən çox yaxşı bir dizayndır. Onu da seçə bilərsiniz. Amma bu avtomobildə Çinlilərin təbirincə desək, bu daha intellektual avtomobildir. Yumşaq keçirik. Hər yerdə bir Alcantara dəri var. Üstəgəl ön oturacaqda masaj var. 6 növ masajdır və 3 dərəcədən ibarətdir bu masajın gücü. Ön oturacağın ventilyasiyası var. Hər iki ön oturacağın isə isidilməsi var. Yəni, bu qiymətə, bu funksionallığı verən 0 kilometr avtomobil yoxdur. Üstəgəl dediyim kimi, Euro NCAP-dan 5 ulduz almış dünyanın ən təhlükəsiz avtomobillərindən biridir. Avtomobilin hər 4 təkəri enerji verilməklə məşğuldur. Hal-hazırda bizdə benzinlə 89, elektriklə də 31 kilometr məsafə qət edə bilərik. Amma elektriki məsafəsi CLTC standartıdır. Bu, Çinin özünün yerli standartıdır. Ona görə məsafə bizə biraz çox görsənəcək və çox təqdim olunacaq. Amma avtomobilin əsas məsələlərindən biri nədir? Avtomobilin özü uzun məsafələri rahat qət etmək üçündür. Ona görə sürücü masajı var. Yəni 1370 kilometr təsəvvür edin, siz buradan Batumiyə qədər də, hətta Trabzona qədər də gedib rahatlıqla çıxa biləcəksiniz. Yolda sizi masaj eləyəcəklər və yoldakı masajdan zövq ala-ala hətta yorğunluğunuz da az olacaq, amma nəqliyyat vasitəsi idarə edən zaman təxminən 2-3 saatdan bir dincəlsəniz yaxşı ola bilər. Avtomobil haqqında ilkin fikir nədir? Yəni, bu avtomobil gündəlik bir ailənin, kimsə özünə ilk avtomobil almaq istəyir, onun üçün özünü və ailəsinin rahat sürüşünü təmin edə biləcəyi bir avtomobildir. Məsələn, mənim dostum əli maşınını vurub. Onun bir B-klası var idi və maşın axtarırdı. Əlində olan pulu da 30 min, 40 min arasıdır. Ona tövsiyə edə biləcəyim avtomobil ya ikinci əl avtomobildir ki, adam dostuna ikinci əl avtomobil tövsiyə eləməz, ya da ki, yeni bir avtomobil ola bilərsən. Bu da düşüncəmə görə ya Emgranddır, ya da ki, məhz L6-dır, Galaxy L6-dır. Daha bahalı avtomobil istəyirsə, təbii ki, 0 kilometr daha bahalı avtomobilləri də keçid edə bilər. Amma kiçik 3 nəfərlik ailə üçün və o da bu Mərdəkan tərəflərdə qalır. Deməli, o tərəfdə qalanlar üçün, uzaq məsafələri qət edənlər üçün kifayət qədər yaxşı avtomobillərdən biridir. Yəni, bu avtomobil haqqında belə niyə head-up displeyi yoxdur, niyə filan şey yoxdur deməyimiz biraz doğru olmayacaq. Nəyə görə? Çünki hər avtomobildən bizim ala biləcəyimiz, götürə biləcəyimiz müəyyən detallar var. Yəni, hər avtomobilin öz təyinatı var. Bu avtomobil sizə lüks, premium bir şeyləri yaşatmaq üçün deyil. Bu avtomobil siz rahat hərəkət edəsiz və təhlükəsiz hərəkət edəsiz deyə. Çünki söhbətimizin əvvəlində nə demişdim? Geely son 3-4 ildə avtomobil istehsalında əsas məsələ, qeyd etdiyi məsələ var. Avtomobil daha təhlükəsiz olmalıdır. Bəs siz nə düşünürsünüz? Növbəti videoda görüşərik. Qismət olsa.